Üç sinif insan vardır ki, onların gözü qiyamət günü cəhənnəmin odunu görməyəcək. Allah Rəsulu sallallahu aleyhi və səlləm bunlar barəsində belə buyurur ki, Thəlâthətun lâ tərə ə'yunuhumun nâr. Üç insan vardır ki, üç sinif insan vardır ki, onların gözü qiyamət günü odu görməyəcək. Aynun hərasat fi səbilillah. Birinci göz budur ki, Allah yolunda keşikdə duranlar. İkinci göz, aynun bəkət min xəşyətillah. Allahdan qorxaraq ağlayan göz. Və üçüncüsü də aynun kəfət an məhərimillah. Allahın haramlarına baxmayan göz. Cəhənnəmin odunu görməməyə gəldikdə, ola bilsin ki, görməmək və ola bilsin ehtimal var ki, yəni cəhənnəm o gözləri yandırmayacaq, cəhənnəm o insanları yandırmayacaq mənasındadır. Necə ki, başqa hədislərdə də bu ləfzdən varid olmuşdur ki, cəhənnəm o gözləri yandırmayacaq. Bu arada göz dedikdə, bu əməllər gözlə yerinə yetirildiyinə görə, göz xüsusi burada zikr olunmuşdur. Allah yolunda keşikdə durmaq, o deməkdir ki, Allaha iman gətirərək müsəlmanları qorumaq, istər cihadda, istər keşikdə. İkincisi, Allahdan qorxaraq ağlayan gözlər. Allahın böyüklüyünü, Allahın qüdrətini, Allahın cəzalandırmasını, qəzəbini fikirləşmək, Allahın cəhənnəmini fikirləşmək və eyni zamanda Allahdan gecə-gündüz üzərimizə yağan, gələn nemətləri fikirləşmək və öz günahlarımızı fikirləşmək, Allaha tərəf dönmək, tövbə etmək və sonra özümüzü ortada, bu məqamda ortaya qoymaq ki, mən hardayam, mən kiməm, bunları fikirləşərək ağlamaq, yalançı ağlamaq yox. O ağlamaq ki, o ağlamaqdan sonra salih əməl gəlir və o ağlamaqdan sonra günahlar tərk olunur. Yoxsa yalancı, zəif qadınların ağlaması kimi ağlamaq yox. Və üçüncü sinif də Allahın haramlarına baxmayan göz. Allahın haramları çoxdur. Lakin burada xüsusən naməhrəmə baxmaq və naməhrəmin övrət yerinə baxmaq. Əgər söhbət naməhrəm qadından gedirsə, üzündən və əlindən başqa hər bir yeri haramdır baxılması. Gözünü bundan qoruyan. Necə ki, başqa hədisdə gəlmişdir ki, gözün də zinası var, əlin də zinası var, ayağın da zinası var və övrət yerində zinası var. Burada isə söhbət gedir sırf olaraq baxmaq haramlığından ki, gözünü haramdan qoruyana qiyamət günü o gözlərə od toxunmaz.